Salam əziz izləyicilər, yenə çox maraqlı bir sınaq izahı ilə qarşınızdayıq. 76-dan etibarən olan sualların izahını bu videoda görəcəksiniz. Hər biri çox vacib sual idi, qəbul verili sual idi deyə mütləq izaha diqqətlə baxmanızı tövsiyə edirəm. 76-cı sualdan etibarən izaha başlayacağıq indi. Yazıb ki, verilən sözlər arasında olan məntiqi ərəqəyə analoji variantı seçin, ardıcılıqla mütləq nəzərə alınmalıdır. Yazıb ki, sınaq laboratoriya tədqiqatçısı. Baxın, tədqiqatçı laboratoriyada sınaq həyata keçirir. Eyni məntiqə tamamilə uyğunlu seçməliyik. Tələbə universitetdə kitab oxuyur, bənzir nisbətən. Arı güldən bal alır, nisbətən bənzir. Pilot kabinetdə uçuş planlaşdırır, tutaq ki, uçuşu planlaşdırır. Tamaşaçı teatrda tamaşaya baxır. Amma baxırıq ki, hamısı uyğun gələ bilər, amma əsas məntiqdən biraz kənardadır. Amma Y variantına baxmış olsaq diqqətlə, Y variantına yazılıb ki, geoloq sahədə monitorinq həyata keçirir. Baxın, həm bizə verilmiş nümunədə, həm də Y variantında müəyyən təcrübə, sınaq prosesindən söhbət gedir. Tədqiqatçı laboratoriyada sınağı, təcrübəni həyata keçirirsə, geoloq da sahədə monitorinq həyata keçirir. Deməli, ən uyğun variant olacaq Y variantı. 77-ci sual, yenə vacib bir sual idi. Yazıb ki, içərisində ağ və qara bayraqlar olan qutudan götürülən istənilən 5 bayraqdan ən az biri qara, İstənilən 6 bayraqdan ən az biri ağ olduğu məlumdursa, qutudakı bayraqların ən çoxu neçə ola biləcəyini müəyyən edin. İndi hissə baxaq. Yazılıb ki, götürülən istənilən 5 bayraqdan ən az biri qara. Tutaq ki, 5 bayraq götürürük. Bunun qaralar var, ağlar var. Qaralar və ağlar var. Bunlardan ən az biri qara olarsa, 4 dənəsi maksimum halda ağdır. Digər tərəfdən, baxın, ən az biri qara deyir. Ola bilsin, ikisi qaradır. Bu zaman 3'ü ağ olmuş olacaq. Sonunda baxırıq ki, bizə yazıb ki, ən çoxu neçə ola biləcəyini müəyyən edin. Biz ayrı-ayrılıqda ağı və qaranı tapıb toplayacağıq maksimum halda ki, görək ən çox neçə bayrağımız ola bilər. Ona görə ilk növbədə qara haqqında müəyyən məlumat verilib deyə ağ axtaraq. Baxın, yazılıb ki, 5 bayraqdan ən az biri qaradır. Bu halda bir qaramız olsa maksimum halda 4 dənə ağımız olacaq. 2 qaramız olsa 3 dənə ağımız olacaq. Bizə maksimum lazımdır deyə hələ ki qaranı minimum tuturuq, ağı maksimum tuturuq. Digər cümlədə yazılıb ki, istənilən 6 bayraqdan ən az biri ağ olduğu məlumdursa, yenə ağlar var, qaralar var. Baxın, ağı maksimum 4 tapmışıq. İndi isə qaranı tapmağa çalışırıq. 6 bayraqdan ən az biri ağ olduğu məlumdursa, indi baxırıq ki, ən az biri ağdır. Geridə 5 bayrağımız qalır, o 5 dənə də bayraq olacaq qara. İndi baxın, qaranı maksimum tutmuşuq. Əgər ağ 2 olmuş olsa, qaraların sayı olardı 4. Bu səfər qaraların sayı maksimum olmaz. Ona görə biz maksimum tutmalıyıq deyə ağı minimumda saxlayırıq. Yəni 1-də saxlayırıq. Bəs nəyə görə 0 olmayacaq? Onsuz da şərtdə yazılıb ki, 5 bayraqdan ən az biri qara olmalıdır. 6 bayraqdan da ən az biri ağ olmalıdır. Yəni 0 ola bilməz heç biri. Ona görə bunları minimumda tutacağıq və digərlərində yenə uyğun olaraq neçə olduğunu tapmış olacağıq. 6 bayraqdan biri ağ olarsa 5 ədəd də qara olacaq. Deməli, ağların maksimum sayı 4'dür, qaraların maksimum sayı isə 5'dir. 4 plus 5 də bizə verəcək 9'u. Deməli, qutuda ümumilikdə 9 ədəd bayraq ola bilər maksimum halda. 78-ci suala baxırıq. 78-ci sualımız cədvəl sualdır. Cədvəl suallarını işləyərkən nəyə diqqət yetirməliyik? Adətən cədvəllərdə bizə müəyyən bir hissəni nəticə olaraq verir. Məsələn, baxın, buradan bir xətt çəkmiş olsa, biz deyərdik ki, xəttdən sağ tərəf bizim nəticəmizdir və ya aşağıda bir hissəni çəkmiş olsaydı. Amma baxırıq ki, burada nəticə hissəsi verilməyib, biz heç bir hissəni nəticə olaraq fərqləndirə bilmirik. Bu halda siz əsasən sətir-sətir və ya sütun-sütun cəmləri hasillərə baxın. Onlara baxdıqda hissənin halda cavabını çıxmış olacaq. İlk növbə cəmləri yoxlamış olsaq. 2, 3, 5, 6, 8, 4 də burada 10. Buraya yazırıq 10. Daha sonra 6, 4, 10, 3 də burada 13. Artı var müəyyən qədər. Baxaq digər ödəyəcəkmi? 3, 2, 5, 6 burada 11, 3 də burada 14. Baxın, artıq ödəmədi qayda qanunluq. Yəni cəmlərlə nəsə alınmadı. Cəmlərlə nəsə alınmayacaqsa biz artıq keçib nə etməliyik? Hasillərə baxmalıyıq. 78-ci sualımız cədvəllər mövzusu ilə bağlı bir sual tipidir. Cədvəllərlə bağlı suallarda adətən bizdə bir hissə fərqləndirilmiş olacaq, tutaq ki, əksər testlərdə. Bu zaman biz deyəcəyik ki, baxın, xəttdən sağ tərəf bizim nəticəmizdir. Biz sol tərəfdəki ədədlərdən sağdakı ədədi almağa çalışacağıq. Amma bu testdə baxırıq ki, hər hansı bir hissəni fərqləndirməyib və ya sağ tərəfdə böyük ədədlər alınmayıb ki, biz deyək ki, kiçik ədədlərdən böyük bir ədəd alınıb.
Əgər nəticə olaraq bir hissəni fərqləndirə bilmiriksə, sadəcə sətir-sətir cəmlərə və ya hasillərə baxa bilərik və ya sütun-sütun. İlk növbədə ən asanı yoxlayaq. Sətir-sətir cəmləri yoxlamış olsaq. 2, 3, 5, 1 burada 6, 2 burada 8, 4 də burada 12. Buradan alındı 12. Yenidən 2, 4, 3, 1, 3. Bu cəmə baxsaq 6, 3, 9, 10. 3 də burada 13. Buradan alındı 13. İndi ikinci sətr, üçüncü sətrə baxırıq. 3, 2, 5, 8, 6 da burada 14. Baxın 12, 13, 14. Cəmlər sanki bir vahid artır. İndi olmalıdır 15. Baxırıq 3, 6 cəmi 9, 2 burada 11, 2 burada 13. Deməli, sual işarəsinin yerində 2 olmalıdır ki, bizdə cəmimiz 15'i versin. Deməli, doğru variantımız olacaq A variantı. Növbəti suala baxacağıq indi. Ardıcılıqlar mövzusu ilə bağlı bir sual tipidir. Müəyyən qədər çətin görünə bilərdi, amma ədədlərdən, tanış ədədlərdən istifadə edə bilsəydik yaza biləcəkdik. Baxın, 32-ni 4-ə bölə bilərik rahatlıqla. Bu bizə verər 8-i. Aldığımız 8-i vurarıq 3-ə. Bu bizə verər 24-ü. Yenidən 24-ü 8-ə bölsək alarıq 3-ü. 3'ü 6'ya vursak yenidən alacağıq 10'u. 18'i daha doğrusu. 18'i bölsək 2'ye alarıq 9'u. 9'u da 1'e vurmuş olsaq yenidən 9'u almış olarıq. Deməli cavabımız olar A. Yenidən bir daha deyəcəm qayda qanunluğu. Baxın 32'ni bölür 4'ə. 8'i alır. Alınan ədədi vurur 3'ə. 24'ü alır. Yenidən baxın. Böldü vurdu. Yenidən böləcək. 24'ü böləcək 8'ə 3 alacaq. İndi vurma sırasıdır. Vuracaq 3'ü 6'ya. Bu bizə verəcək 18'i. Böldü vurdu. Böldü vurdu. Yenə bölməlidir. 18'i 2'ye böləcək 9 alacaq. 9'u yenidən vurmalıdır 1'ə. Bu zaman yenidən 9 almış olur. Deməli 79-cu sualda da doğru cavabımız oldu A variantı. 80-ci suala baxırıq. Şəkil cədvəllərlə bağlı bir sual tipidir. Bu tip suallarda adətən əgər xəttlər verilibsə ortaq olan və ya ortaq olmayan xəttlərə baxmış olacağıq. Diqqətlə baxmış olsaq, məsələn baxın, buradakı bu xəttimiz bu hissədə verilməyib, amma üçüncü şəkildə çəkilib. Deməli, birinci və ikinci xanadan üçüncü xana alınır və ortaq olmayan xəttləri çəkir üçüncü xanaya. Məsələn, baxaq nəyə? Bu hissədə həmin bu xəttimiz hər iki şəkildə, hər iki xanada verilib, amma üçüncü xanada yoxdur. Deməli, ortaq olan xəttlərimizi silmiş olur. Bu qaydada biz düşmüş olsaq aşağı. İkinci sətrə baxın. İkinci sətirdə, ikinci xanada burada xəttimiz var, ən kənarda. Amma birinci xanada, ən kənarda xəttimiz yoxdur. Baxırıq ki, ortaq olmadığı üçün həmin xətti götürüb üçüncü xanaya çəkib. Bu qayda qanunluğu indi biz birbaşa üçüncü sətr tətbiq etmiş olacağıq. Baxın, yuxarı hissədə bu xəttimiz birində var, birində yoxdur. Ona görə mütləq çəkirik. Daha sonra baxın, sol tərəfdə bu xəttimiz birində var, birində yoxdur. O xətti də çəkirik. Növbəti baxırıq. Baxın, aşağı doğru gələn bu xəttimiz hər ikisində var, çəkmirik. Baxın, bu xəttimiz hər ikisində var, çəkmirik. Amma digər xəttlərimiz ortaq olmadığı üçün tamamlamış olacaq. Baxın, sağ aşağı küncdə belə bir xəttimiz var. Bunu çəkdik. Yuxarı gedən belə bir xəttimiz var. Bunu çəkdik. Növbəti baxın, sola doğru gələn bir xəttimiz var. Bunu çəkmiş olacaq. Deməli, cavab belə bir variant alınmış olacaq. O da baxmış olsaq, harda verilib? Diqqətlə baxaq. O da bizə elə verilib D variantında. Ona görə deyəcəyik ki, 80-ci sualında doğru variantı oldu D variantı. Növbəti suala baxacağıq indi. Növbəti sualımız 81-ci sualdır. Anaqramı həll edərək fərqli variantı müəyyən edin. A variantına diqqətlə baxmış olsaq, A variantında təmir yazılmışdı. Daha sonra B-də zədələmə. C variantında yaratma. Daha sonra D variantında bərpa. Növbəti Y variantında isə sındırma yazılıb. İndi fərqli variantı seçməliyik. Baxın, təmir, zədələmə, bərpa, sındırma. Hamısı mövcud olanın, hər hansı mövcud bir əşyanın, hər hansı bir mövcud olan bir şeyin üzərində baş verir. Yaratma isə mövcud olmayana xasdır. Yəni mövcud olmayan nə isə yaratmaqdan söhbət gedir. Artıq buna görə fərqli variantımız olacaq burada C variantı. Maksimum halda fikirləşərdik ki, təmir, bərpa, yaratma bunlar müsbət mənalıdır. Amma o zaman zədəlmə və sındırma mənfi mənalı olacaq. 2 variant yaranmış olardı. 2 variant yarana bilməyəcəyi üçün də biz bu ehtimala, bu qayda qanunluğa heç bir halda baxa bilmirdik. Ona görə əsas məntiqimiz o oldu ki, təmir, zədələmə, bərpa və sındırma. Bunlar mövcud olanın üzərində baş verir. Yaratma isə mövcud olmayan üzərində baş verir. Buna görə doğru variantımız olacaq C variantı. 82-ci sual qatlanmış kağızın açılması ilə bağlıdır.
qatlanıb üzərində kəsiklər edilmiş kağızı açıb doğru variantı müəyyən edin. İki əsas qayda qanunluğumuz var. Birinci qayda qanunluğumuz odur ki, sonuncu kəsiyimiz hansı hissədə aparılıbsa, doğru cavab variantında həmin kəsiklər olduğu kimi qalmalıdır. Baxın, mərkəzdə bu şəkildə kəsiklər aparılıb. Cavab variantlarına baxmış olsaydıq diqqətlə, yalnızca biz baxaq hər hansı bir variantı silə bilərdik. Hər hansı bir variantı hələ ki silə bilməyəcəkdik. Çünki bütün variantlar bir-birinə bənzəyir. Yeganə silə biləcəyimiz variant hansı idi? Y variantı idi. Onu da hardan görəcəkdik? Baxın, buradakı ulduzun vəziyyətinə. Ulduzun buradakı güşəsi yuxarıya doğru baxır. Sanki bunlar da ayaqlardır. Bu şəkildə baxmış olsaq. Y variantına diqqətlə baxın, burada mərkəz hissədə həmin ulduzumuz doğru verilməyib, tərsinə verilib. Amma biz demişdik ki, əsas hissədə mərkəzdə sonuncu kəsimiz necədirsə, o vəziyyətdə qalmalıdır. Bunu əsasən Y variantdan sildik. İndi gəlirik digər variantlarımıza. Artıq bütün variantlarda sonuncu kəsimiz olduğu kimi də biz simmetriyalara baxmalıyıq. Hansı simmetriyalara baxacaq? Verilmiş xəttlər boyunca simmetriyalara. Baxın, bir dəfə buradan sağa doğru, bir dəfə yuxarı doğru, sola və aşağı doğru açmalıyıq. Amma açmağa ehtiyac yoxdur. Sadəcə cavab variantlarını yoxlamış olsaq, birbaşa tapa biləcəyik. Baxın, məsələn, dedik ki, yuxarıya doğru bu xətt boyunca açmalıyıq. Yəni, buradakı simmetriyanı yoxlamalıyıq. İndi gəlib C variantına baxmış olsaq, baxın, buradakı bu xətti keçirdək. Biz aşağıdakı bu ayparanı yuxarı doğru güzgü əks etmiş olsaq, açıq hissəsi baxın güzgüdən uzaqdadır. Yenə açıq hissəsi güzgüdən uzaqda olmalıydı, amma burada açıq hissəsi güzgüyə baxır. Deməli, burada simmetriya pozulub, ona görə məhz C variantı yanlış variantdır. Daha sonra keçəcəyik digər variantlara. Məsələn, B variantına diqqətlə baxmış olsaq, baxın, bizim burada belə bir simmetrik xəttimiz var. Biz bu simmetrik xətti bu hissədən çəkmiş olsaydıq, baxın, artıq burada simmetriya pozulacaq. Əgər B variantında simmetriyanın yarana bilməsi üçün biz nə edə bilərik? Baxın, xəttimizi buradan keçirdərik. Amma baxırıq ki, əsas şəklimizdə belə bir qatımız yoxdur. Belə bir qat yoxdur deyə biz artıq belə bir simmetriya baxa bilməyəcəyik. Burada verilmiş dairənin forması doğru deyil. Baxın, üst hissəsi doğrudur. Amma açıqda bunun bir hissəsi bu xətt boyunca düşməlidir bu hissəyə. Digər isə düşməlidir bu hissəyə. Aşağı doğru açıqda bu xətt boyunca. Amma burada baxırıq ki, tamamilə fərqli bir fiqur verilib. B variantı yanlışdır. İndi baxırıq D variantına. Diqqətlə baxmış olsaq, biz bu fiqurları açdıqda, hər birini açdıqda, baxın, bu hissədə kəsiklərimiz var. Bu kəsiklər gəlib fiqurun düşəcək uc hissələrinə. Hər bir fiqurun, baxın, buradakı uc hissələr kəsik olmuş olacaq. Çünki biz bu fiqurları uyğun olaraq sola, yuxarı, sağa doğru açmış olsaq, bu kəsiklər gəlib ən kənara düşmüş olur. Çevrənin kəsikləri. Amma baxırıq ki, D variantında həmin uc hissələrdə kəsiklərimiz yoxdur. Deməli, D variantı bizim yanlış variantımızdır. D-ni də silmiş olsaq, yeganə A variantı qalırdı. A-da isə hər hansı bir problemimiz yox idi. Yəni, artıq bu tip şəkilləri açmağa, açıb vaxt itirməyə ehtiyacınız yoxdur. Əsas onu bilməlisiniz ki, mərkəzdəki şəklimiz olduğu kimi qalmalıdır. Baxın, A variantında olduğu kimi qalıb. Daha sonra verilmiş xəttlər boyunca simmetriya baxırıq. Siz həqiqətən bu xəttləri çəkmiş olsanız, daha sonra simmetriya baxmış olsanız, görərdiniz ki, həqiqətən simmetriyamız qorunub, hər hansı bir problemimiz yoxdur. Deməli, doğru variantımız məhz A variantıdır. Bu da oldu 82-ci sualımız. İndi keçirik növbəti suala. Növbəti sualımız yenə cədvəllər mövzusu ilə bağlıdır. Diqqətlə baxmış olsaq, bizim nəticə hissəmiz fərqlənir. Nəticə hissəsi aşağıdakı ədəddir. Çünki, baxın, kiçik ədədlərdən sanki böyük ədəd alınıb. Operatorlarda demişdik ki, kiçik ədədlərdən böyük ədədlər alması üçün müəyyən bir vurma əməliyyatı aparmalıdır, hansı formadasa. Diqqətlə baxmış olsaq, 4 ilə 7-nin hasili bizə verər 28-i. 28-dən əvvəldəki biri çıxsaq, bu bizə verər 27-ni. Növbəti 8 ilə 5-i bir-birinə vursaq, bu bizə verər 40-ı. 40-dan əvvəldəki bu 2-ni çıxsaq, bu bizə verəcək 38-i. Yenə biz 6-nı vururuq 9-a, bu bizə verir 54-ü. 54-dən öncə verilmiş bu 1-i çıxmış olsaq, bu da bizə verəcək 51-i. Deməli, cavabımız olacaq 83-də D variantı. 84-cü sualda yaş məsələsi ilə bağlı bir sual tipi verilib. Yazılıb ki, Ada və Milan bacıdırlar, onların yaşları cəmi 8-dir. 6 il sonra hər iki bacı və ataların yaşları cəmi 52 olarsa, atanın indiki yaşını müəyyən edin. Öncəki sınavımızda demişdik ki, yaş məsələlərində bir sistem qurmağa çalışmalıyıq. Baxın, Ada və Milan bacıdır, yaşları cəmi 8-dir. Bu hissədən yazaq A plus M. Baş hərflərini yazırıq, bu bərabərdir bizə verib 8-i. Atalarına da hər hansı bir Y hərfi ilə işarə etmiş olsaq, 6 il sonraki yaşlarından söhbət gedir. Baxın, 6 il sonra hər kəs 6 yaş böyümüş olacaq.
Uşaqlar da 6 yaş böyümüş olacaq, atalar da 6 yaş böyümüş olacaq. Bu zaman A'da ayrılıqda 6 il böyüyür. Sanki Milan da ayrılıqda 6 il böyüyür. Ümumi 12 il keçmiş olacaq ikisi üçün birlikdə. 12 il sonra sanki ikisinin neçə yaş olur? Hal-hazırda 8 yaşları var. 12 il sonra olur bunların birlikdə 20 yaşı. Atanın isə hal-hazırda yaşı Y olsun. 6 il sonra yaşı olacaq Y plus 6. 6 il sonra hər iki bacı və ataların yaşları cəmi 52 olarsa, deməli, hər iki bacının ümumilikdə yaşı oldu 20, ataların yaşı oldu Y plus 6. Bu cəm bizə bütövlükdə neçəni verib? 52-ni verib. Sadəcə bu tənliyi həll etmiş olsaq, buradan atanın yaşını müəyyən edə bilərik. İndi baxırıq, 20-nin üstü 6 gəlsək 26, 52 bərabərdir 26 plus Y. Daha sonra buradan da yenəyə bərabərdir. 52-dən 26 çıxsaq 26-ya bərabər olmuş olacaq. Deməli, atanın hal-hazırdakı yaşı 26'dır. 6 il sonraki yaşını soruşmuş olsaydı artıq biz 26'nın üstü 6 gələrdik. Amma bizdə şərtdə yazıb ki, atanın indiki yaşını müəyyən edin. Deməli, cavabımız olacaq Y variantı 26. 85-ci suala baxacağıq indi. Mətnin məntiqi təhlili ilə bağlı asan bir sual tipi verilib 85-də. Oxşar mətnləri daha öncə sınaqlarımızda və ya dərsdə olan quizlərdə də işləmişdik. Demişdik ki, mətnə baxdıqda müəyyən bir kəmiyyət və ya keyfiyyət fərqi görürüksə, verilmiş mətndə ya böyükdür, kiçikdir işarələrini istifadə edib bir sistem quracağıq, ya da boyu uzun olanı, sürəti çox olanı və s. bunları yuxarıdan, digərlərini isə aşağıdan yazmış olacağıq. İndi bu qayda, bu qanunluğa uyğun olaraq mətnimizi qurmağa çalışsaq, yazılıb ki, adil amillə eyni boydadır. Yazaq, adil bərabərdir amilə. Biraz bu şəkildə yazım daha aydın olsun. Adil bərabər amil. Növbəti. Arif adildən qısadır. Arif adildən qısadırsa Arifi yazaq adilin altda. Buraya yazaq Arif. Daha sonra. Asim isə Akifdən qısadır. Bir kənardan yazaq. Asim Akifdən qısadırsa Akif olsun burada. Asim də olsun onun altında. Akif ilə Arif eyni boydadır. Baxın, Akif ilə Arif eyni boydadırsa gətirək Akifi Arifin bərabərliyinə çəkək. Akif də bərabərdir Arifə. Asim də Akifdən qısa idi. Asim də yazmışdıq bura. Akifin altda. Davamında yazılıb ki, ən qısa boy kimlədir? Baxırıq ki, adil amillə eyni boydadır. Daha sonra Akif Arif ilə eyni boydadır. Amma baxırıq ki, adil Arifdən böyükdür. Deməli, ən uzun boy bunlardır. Ən qısa boy isə ən aşağıda olan olacaqdır. O da kimdir? Asimdir. Deməli, cavabımız 85-də C variantıdır. Növbəti sualımız 86-cı sual olacaq. 86-cı sualda yenə bir analogiya sualı verilib. Verilmiş variantların 4'ü arasında müəyyən məntiqi əlaqə var. Bu əlaqəni müəyyən edərək fərqli variantı seçin. Picasso, Da Vinci, Səttər Bəhlulzadə, Tahir Salov. Bunların hər biri rəssamdır. Çaykovski isə bəstəkardır. Artıq mütləq şəkildə analogiya suallarında xüsusən mənasını bilmədiyiniz söz olduqda, tanımadığınız şəxs olduqda mütləq şəkildə bunları internetdə yazıb öyrənirsiniz. Bununla həm dünya görüşünüz artmış olacaq, həm söz bazanız artmış olacaq, həm də imtahanda bu tipli hər hansı bir sual qarşınıza çıxdıqda rahat da yaza biləcəksiniz. Onu da yaddan çıxartmayaq ki, analogiya anaqramla birlikdə 5-6 sual imtahanda mütləq şəkildə qarşınıza çıxacaq. 87-ci suala baxırıq. Yenə oxşar sualı daha öncə dərslərdə də, quizlərdə də işləmişdik. Qanuna uyğunluğu müəyyən edib doğru variantı tapmalıyıq. Dedik ki, bu tip testlərdə ya böyükdən kiçiyə doğru düzələcək hərflərimizi, ya da kiçikdən böyüyə doğru. Əgər böyükdən başlamış olsaq, ən böyük hərfimiz M-dir. Daha sonra M-dən sonra gəlir, baxın, buradakı A. A-dan sonra, baxın, bu R. R-dən sonra S gəlir. Baxırıq ki, hər hansı bir variantda Mars yazılmayıb, B variantında Mars yazılmayıb, buna diqqət yetirməliyik. Keçirik indi kiçikdən böyüyə doğru düzməyə. Ən kiçik olan S-dir. S-dən sonra baxın, buradakı R-dir. Daha sonra adı, ən sonuncu isə, yəni ən böyüksə M-dir. Baxırıq, belə bir variant varmı? Həqiqətən görürük ki, C variantında bu şəkildə verilib. Deməli, doğru variantımızda məhz 87-də C variantı olmuş olacaq. 88-ci sual operatorlarla bağlı bir sual tipidir. Biraz diqqətli olsaq, axırıncı sətirdən rahatlıqla qayda qanunumuzu tuta bilərdik. Baxın, 7 və 7-dən sanki 7 alınıb. Nəticəmiz, baxın, ən sağdakılardır. Bərabərlik verilməyib, amma bu şərt deyil. İmtahanda da bu şəkildə bir test qarşınıza çıxa bilər. Çünki bu tipli testlər Dimin test topusunda da çoxdur. Qayda qanunumuz nə olacaq? Birbaşa onu deyəcəm, çox vaxt itirməyək deyə.
Sol tərəfdə 2 ədədi vurur 2-yə. 2 vurulsun 2 4. 4-dən 3 çıxır. Bu bizə verir 1-i. Yenə sol tərəf vurur 2-yə. 3 dəfə 2 6. 6-dan 4 çıxır. Bu bizə verir 2-ni. Biz də bu qayda qanunluğa uyğun olaraq sol tərəf vuracağıq 2-yə. 5 dəfə 2 10. Ondan neçə çıxsaq bizə 7-ni verər. 3-ü çıxsaq bizə 7-ni verər. Deməli A-nın qiyməti olacaq 3. 88-ci sualda da doğru variantımız olacaq D variantı. İndi 89-cu suala baxırıq. Riyazi əməllərlə bağlı bir sual tipidir. Bu tip suallarda demişdik ki, bir sətir daxilində eyni operatorları görürüksə. Baxın, sollar da eynidir, sağlar da. İşarələr də eynidir. Tamamilə bu şəkildə bir operator görürüksə, bizə verilən operatora bir x demiş olacaq. İndi nə almışıqsa bir kənardan götürüb yazaq daha sadə şəkildə. X bərabərdir 2a minus b bölünsün, baxın bölünsün işarəmiz var, bölünsün x-a. Biraz sadələşdirmiş olsaq, çarpaz şəkildə vursaq, x kvadratı bərabərdir 2a minus b-yə. İndi, baxırıq ki, burada a-nın qiyməti verilib. b plus 4 bölünsün 2 şəklində. Biz yuxarıda gətirib a-nın qiymətini yerinə yazmış olsaq, biraz daha sadələşdirək. X bərabər olsun, x kvadratı bərabərdir 2 vurulsun. A-nın qiyməti baxın buradadır. b plus 4 bölünsün 2. b plus 4 bölünsün 2. Baxın, burada biz artıq ikiləri ixtisar aparmış olsaq, eyni zamanda burada nəyimiz var bizim? Minus b'miz var. Minus b'ni yaddan çıxartmayaq. Baxın, 2a minus b. Minus b'ni də yazaq. İndi sadələşdirmiş olsaq, x kvadratı bərabər oldu. b plus 4 minus b. Yenə buradan b'lər gedəcək. Mənfi b, müsbət b. X kvadratı bərabər olacaq 4-ə. Buradan x-imiz bərabərdir 2-yə. X-in qiymətini tapdıq 2. Deməli, a ürək operatoru b-nin qiyməti oldu 2. Aşağıda a ürək operatoru b-nin qiymətinin yerinə 2 yazmış olsaq, 2 vurulsun 3 deyil bu. Təəssüf ki, 3 aşağıda qalıb. 3 olmalıdır qüvvətdə. 2 üstü 3 bizə neçəni verərdi? 8-i verərdi. Cavabımız olardı B variantda 8. Yox, 2 vurulsun 3 olsaydı cavab 6 eləməli idi. Sadəcə bu həm 6 variantı yox idi variantlarımızda, həmçinin bu 3 səhvən düşüb aşağı hissəyə qüvvətdə olmalı idi. Yəni 2 üstü 3-ün cavabını tapmalı idik. Yenidən sürətli şəkildə bir daha deyəcəm. Deməli, hər hansı bir sətir daxilində eyni operatorları gördüksə, solları sağları eyni. Bunlara x deyirik. Daha sonra a-nın qiyməti buradadır. b plus 4 bölünsün 2. A-nın bu qiymətini gətirib baxın burada yerinə yazırıq. b plus 4 bölünsün 2. Yerinə yazdıqdan sonra sadələşdirib cavabımızı tapmış olacaq. Baxın 2'lər gedəcək buradan. Vurulsun 2 bölünsün 2. Plus b, buradakı minus b gedəcək. Birbaşa nə alınır o zaman? X bərabərdir. 4 bölünsün x alınırdı. X kvadrat da buradan 4'ə bərabər idi. Deməli x-imiz 2'dir. 2'nin də qiymətini gətirib aşağıda yerinə yazmış olduqda gördük ki 2 üstü 3 alınır. O da bizə B variantındakı 8 vermiş olur. Deməli 89-cu sualda da doğru variantımız oldu B variantı. İndi keçid edirik 90-cı sualımıza. 90-cı sualda yazılıb ki K və L bir-birindən fərqli, bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Verilmiş şərtlər əsasında K-nın ala biləcəyi qiymətlərin sayını tapın. Burada diqqət yetirməli olduğumuz əsas nüans haradır? Baxın 5'i L hərfinə vurduqda alınan ədəd buradakı ədəddir. 6'nı L hərfinə vurulanda alınan ədəd buradakı ədəddir. Bunu bildik. Digər tərəfdən diqqətlə baxmış olsa, baxın bu hər ədəddən bu ədəd çıxıb 0 alıb. Deməli buradakı ədədlər eyni ədədlərdir. Yəni biz L-dən L-i çıxsaq 0 alarıq. Bu halda indi diqqət yetirmiş olsaq, baxın 6'nı L-ə vurub sonu L ilə bitib, elə deyil. Sonu L ilə bitibsə bizim L-imizin qiyməti hansı ola bilər? Düşünəcəyik ki L 2 ola bilər. 6'nı 2'yə vurar, sonu 2 ilə bitər. Daha sonra L burada ola bilər 4. 6'nı vurar 4'ə, sonu 4 ilə bitər. Daha sonra L olar 6. 6'nı vurar 6'ya, sonu 6 ilə bitər. Daha sonra L olar 8. 6'nı vurar 8'ə, sonu 8'də. 48 alınar, sonu 8 ilə bitər. Deməli L'in 4 dənə qiyməti oldu. Uyğun olaraq L'in hər bir qiymətinə uyğun olaraq K-nın bir qiyməti olmuş olsaydı, yəni cavabımız 4 alınacaq. L 4 qiymət alır deyə, 4 ədəd alır deyə K-nın da ala biləcəyi qiymətlərin sayı 4 olmuş olurdu. Bunu rahat şəkildə göstərə bilmək üçün yoxlayacağıq indi. Baxın, L-ə birinci dəfə dedik 2. 6'nı vuranda 2'yə nə alınır bizdə? 12 alınmış olur. Deməli, baxın, bu zaman biz deyəcəyik ki, artıq K-nın qiyməti bir dəfə 2'dir. Daha doğrusu 1'dir. Baxın, L-ə yazmışıq 2. Bu zaman L-ə 2 yazmış olsaydı burada 5 dəfə 2 10 bizə verərdi 10'u. 10'dan neçədən 10 çıxdıqdan sonra 1 qalır. Baxın 11'dən
10 çıxsa bizə verir 1-i. Deməli K-nın qiyməti həqiqətən 1-dir. Eyni qayda qanunluqda L-in yerinə 4-ü qoymuş olsaydıq. Baxın 5 dəfə 4 20. Daha sonra 6 dəfə 4 24. Deməli baxın L buradan olduğu kimi aşağı düşüb. L-in qiyməti 4-dür. Əvvəldə də 2'miz var imiş. Neçədən 20 çıxanda 2 qalır? 22-dən 20 çıxanda 2 qalır. Deməli həqiqətən K-nın qiyməti oldu 2. L-in hər qiymətində K növbəti bir qiymət alacaq. Bu da 1, 2, 3, 4 şəklində dəyişmiş olacaqdı. Artıq axıra qədər getməyə heç ehtiyac yox idi. Çünki L-in 4 dənə qiyməti varsa, bu qiymətlərə uyğun olaraq K da 4 dənə qiymət almış olacaqdı. Deməli 90-cı sualda da doğru variantımız oldu A variantı. 91-ci sual şifrələr mövzusu ilə bağlı asan bir sual tipidir. Demişdik ki, ilk növbədə ipuçları axtarmalıyıq. Ona görə birinci sual hissəsinə baxırıq. Baxırıq ki, burada F2 yazılıb, bir də F6 yazılıb. Yəni ikinci və 6-cı hərflərimiz şifrəsi eynidirsə, ikinci və 6-cı hərflərimiz də eyni hərflər olmalıdır mütləq şəkildə. İndi F hərfini yuxarıda axtaraq, şifrə hissəsində F axtaraq, baxın burada var. Yenə F2 yazılıb. Bu nəyə göstərir? Sinüs sözündəki ikinci hərfin, yəni I hərfinin şifrəsi F-dir. Deməli, F-in qarşılığı olacaq I hərfi. Bizim ikinci və 6-cı şifrələrimiz F hərflərdir deyə uyğun olaraq ikinci və 6-cı hərflərimizdə I hərfi olmalıdır. Cavab variantlarına baxırıq. Baxın A variantında ikinci hərfimiz Y-dir, yanlışdır. B variantında ikinci hərfimiz O-dur, yanlışdır. C-də ikinci hərfimiz R-dir, yanlışdır. Və Y variantında ikinci hərfimiz A-dır, yanlışdır. Diqqətlə baxmış olsaq, həqiqətən baxın ikinci hərfimiz və 6-cı hərfimiz D variantında I hərflərdir. Deməli doğru variantımız 91-ci sualda olacaq D variantı. Baxırıq indi 92-ci suala. 92-ci sual yenə hesab əməllərlə bağlı bir sual tipidir. Müəyyən bir qayda qanunluq öyrənəcəyik burada. İlk növbədə baxın onu bilməliyik ki, hər hansı bir 3 rəqəmli ədəddən onun tərsini çıxdıqda, yəni ABC-dən CBA-nı çıxırıqsa, yenə 3 rəqəmli bir ədəd almışıqsa, bu zaman mərkəzdə alınan ədəd nə olur olsun olacaq 9. Birinci və üçüncü ədədlərin və ya rəqəmlərin cəmi də bizə verəcək 9-u. Yəni tutaq ki, buradan alınacaq 2, buradan alınacaq 7. Birinci və üçüncünün cəmi 9-a bərabərdir. Mərkəzdəki də 9-a bərabərdir. Bu qayda qanunluğa uyğun olaraq biz indi baxacağıq testə. Bu səfər AB-dən çıxıb BA-nı. Yenə 2 rəqəmli bir ədəd alınıbsa, verilmiş ədədin rəqəmlərin cəmi 9-a bərabər olmalıdır. Baxın nə alıb? CD alıb. Buraya yazırıq CD. Mütləq şəkildə AB-dən BA-nı çıxıbsa, yəni tərsini çıxıbsa, yenə 2 rəqəmli ədəd alıbsa, bu zaman deyəcəyik ki, alınmış ədədin rəqəmlərin cəmi, yəni C plus D bizə verir 9-u. İstəsəz yerinə rəqəm qoyub da yaza bilərsiniz. İstənilən halda bu şəkildə olacaqdı deyə qayda qanunu yadda saxlamağınızı tövsiyə edirəm. Çünki vaxt itirmiş olmayacaqsınız. İndi bildik ki, C plus D 9-a bərabərdir. Gəlir ikinci bir ipucumuza. Əgər sizə konkret bir ifadə verilib, onun qiymətini soruşursa, yəni konkret olaraq demir ki, C bərabərdir sual, D bərabərdir sual. Belə bir sualımız yoxdur. İfadənin suala bərabərləşdirildiyini görürüksə, verilmiş ifadəni parçalamağa çalışırıq. Baxın, C D plus DC ifadəsini bir hələ ki saxlayaq kənarda. Bunu parçalamağa çalışsaq. Baxın, CD nəyə bərabərdir? Onluqlara ayırsaq 10C plus D şəklində. Baxın, CD-ni onluqlara bu şəkildə ayırırıq. CD bərabərdir. Bu onluqdur, bu təklikdir. 10C plus D. Məsələn, tutaq ki, bizə 54 verilib. 54 necə olacaq? 54 bərabərdir. 10 vurulsun 5. 10 vurulsun 5 plus 4 şəklində. Baxın, 5 rəqəmi onluq mərtəbəsində deyə 10-a vurduq. 4 rəqəmi təklik mərtəbəsində deyə sanki 1-ə vurduq, amma vurulsun 1 yazmağa ehtiyac yoxdur deyə 4-ü də olduğu kimi saxladıq. Alında 10C plus D. Plus, indi D onluq mərtəbəsindədir. Yazırıq 10D plus C. Buradan nə alınır? 10C 1C də buradadır. Alınır 11C. D 10D də buradadır. Alınır 11D. 11'ləri mötərizə xaricdən çıxartmış olsaq, alınır C plus D. 11 vurulsun C plus D. Biz C plus D'nin qiymətini tapmışdıq ki, 9'dur. Gətirib yerinə yazmış olsaq, 11 vurulsun 9 bizə verəcək 99'u. Deməli, C plus D'nin qiyməti, CD plus DC'nin qiyməti. Baxın, bu hissənin qiyməti oldu 99. Baxırıq ki, əvvəldə bir plusumuz var. 1'in üzərinə də 99 gəldikdə D variantına verilmiş 100'ü almış olacaqdıq. Deməli, doğru variantımız 92-ci sualda da oldu D variantı
Və indi keçəcəyik 93-cü suala. 93-cü sualımız tərəzilərlə bağlı bir sual tipidir. Yenə o qədər çətin deyildi. Konkret bu tip tərəzilərin qayda qanunluğunu dedikdən sonra rahatlıqla yaza biləcəksiniz. Deməli, bilməliyik ki, dayaq məntəqəsidir bu. Dayaq məntəqəsindən solda olan, baxın bu kütləni, həmin kütləyə qədər olan məsafəyə vurduqda, baxın bu məsafəyə vurduqda, tərəzimiz tarazlıqda deyə aldığımız qiymət, yenə baxın, buradakı bu məsafəni sağ tərəfdə verilmiş kütlələrə vurduqda alınan qiymətə bərabərdir. Yəni, açıq şəkildə necə? F vurulsun, baxın 1, 2, 3, 4. Məsafəmiz oldu 4. F vurulsun 4. Bərabərdir. Nəyə görə bərabərdir? Tərəzimiz tarazlıqdadır. Bərabərdir. 1, 2, 3. 3 vurulsun. Baxın 3-dən asılıb neçə? 8. 8 plus. İndi digər 8-ə qədər olan məsafəyə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 məsafəmiz var. Kütləmiz də 8-dir. 8 vurulsun 8. İndi sadələşdirmiş olsaq 4F bərabər olur. 3 dəfə 8 24, 8 dəfə 8 64. Bu cəm bizə verir 88-i. Buradan F'imiz neçəyə bərabərdir? F'imiz bərabərdir 22-yə. Elə bizdən F'in qiymətini istəyir. Bu zaman deyəcək ki, doğru variantımız 93-də də C-dir. Sadə bir sualdır. Məsafəni verilmiş kütləyə vururuq. Tərəzimiz tarazlıqda deyə sağ tərəfdə də bu əməliyyatı yerinə yetirdikdən sonra onları bir-birinə bərabərləşdirib verilmiş hərfi tapa bilərik. Qarşınıza çıxan suallarda kütlə baxın yuxarıda bu hissədə də ola bilər. Heç bir əhəmiyyəti yoxdur. Tutaq ki, bura 5 yazılıb. 1, 2, 2 sayı vuracaq 5-ə. Yeganə o halda kütlənin əhəmiyyəti qalmır ki, kütlə dayaq məntəqəsinin tam üstündə olur. Baxın, burada bir rəqəm yazılmış olsa, tutaq ki, 5 yazılmış olsa, heç bir təsiri yoxdur bunun verilmiş testimizə. Nəyə görə? Çünki dayaq məntəqəsində deyə qollara təsir etmir. Təsir etmirsə, onun orada olmasının əhəmiyyəti də yoxdur. Dedik ki, baxın, bu hissələrdə ola bilər, üstündə ola bilər, ikisi eyni yerdə ola bilər. Bunların əlbəttə təsiri olmuş olacaq. 94-cü suala keçid edəcəyindi. Şəkil münasibətlərlə bağlı bir sual tipi verilib bizə. Birinci şəkildən burada alınıb ikinci şəkil. Biz də yenə burada verilmiş birinci şəkildən növbəti bir şəkil almağa çalışmalıyıq. İndi diqqətlə baxmış olsaq, qayda qanunluğumuz nədir? Baxın, birinci sütunda olan sanki şəkillər olduğu kimi dəyişmədən keçib ikinci sütuna. Yenə, baxın, biz birinci sütunda olan bu şəkilləri olduğu kimi keçirməliyik ikinci sütuna. Baxın bu hissəyə. Fiqurun ikinci hissəsinə. Bu zaman baxırdıq variantlara. Baxın, ağ hissəsi aşağı baxır, ağ hissəsi sola baxır. Bu fiqurlarımız kvadratın, yeni alınan kvadratın ikinci sütununda olacaq olduğu kimi. Baxın, qara hissə yuxarıda olacaq və burada qara hissə olacaq sağda. Belə bir vəziyyət alınmalıdır. Sadəcə buna baxdıqda variant çıxırdı artıq. Baxın, B variantında doğru verilməyib. Biz sütun baxırdıq bu şəkildə. Yenə C variantında doğru verilməyib. Baxın, burada ağ hissəsi yuxarıdadır, bizdə qara hissəsi yuxarıdadır. Növbəti yenə D variantı birə-bir C ilə eynidir deyə D variantında silirik. Y variantına baxın. Y variantında da yenə bu fiqurlarımızın istiqaməti bu hissə doğru verilməyib. Eyni zamanda buradakı fiqurlar da tam doğru değildi. Onlara baxmaq artıq heç ehtiyac da yox idi. Doğru variantımız olacaq A variantı. İndi A variantına tam doğru şəkildə baxmış olsaq, bildik ki, birinci sütundakılar keçir ikinci sütuna. Bəs ikinci sütuna verilmiş bunlar necə hərəkət edəcək? Onlar da çarpaz şəkildə keçir. Baxın, bu diagonal boyunca keçir digər tərəfə. Oxumuz keçdi, baxın, bura bu şəkildə oldu. Digər, baxın, buradakı fiqurumuzda diagonal formada keçdi, baxın, bu hissəyə. Oldu bu şəkildə. Biz də buradakı verilmiş el hərfini sanki diagonal formada keçirdəcəydik bu hissəyə. Baxın, belə bir vəziyyət alınırdı. Həqiqətən burada alınıb. Eyni zamanda buradakı Z hərfində, baxın, bura keçirmiş olurduq. Belə bir vəziyyət alınırdı. Həqiqətən baxırdıq ki, həmin variantımız burada da doğru alınıb. Baxın, belə bir vəziyyət yaranırdı. O da A variantında var. Deməli, doğru variantımız həqiqətən A variantıdır. Növbəti 95-ci sual indi keçid edəcək. Yenə şəkil münasibətlərlə bağlı bir sual tipi verilib. Birinci şəkildən ikinci alınıb. Yenə biz birinci şəkildən ikinci şəkil almağa çalışmalıyıq. Qayda qanunluğa diqqətlə baxmış olsaq, baxın, buradakı fiqurumuz ikinci şəkildə keçib bura. Sanki aşağı doğru güzgü əks olunub. Baxın, güzgün yaxın məsafəsində qısa olan fiqurumuz var. Yenə güzgün yaxın məsafəsində burada qısa olan fiqurumuz var. Deməli, aşağı doğru güzgü əks olunduqdan sonra, baxın, bura düşdü sanki. Bura düşdükdən sonra sağ tərəfə sürüşüb gəlib bu hissəyə. Deməli, biz nə edəcəyik? Bu verilmiş fiquru aşağı doğru güzgü əks etdikdən sonra, baxın, bura güzgü əks etdikdən sonra sağa doğru sürüşdürməyə çalışacağıq. Baxırıq indi variantlara.
güzgü əks edib sağa doğru sürüşməlidir. Baxın, burada doğru deyil. Sağa doğru sürüşüb, amma güzgü əksi deyil. Çünki güzgünün yaxın məsafəsində qısa idi. Burada uzundur və getdi. Baxın, yenə istiqamət doğru deyil və uzun güzgüyə daha yaxındır. Y variantı getdi. Yenə C variantında doğru verilməyib. C variantı getdi. Qaldı A və D variantları. Baxın, çəkdiyimiz formadadır və sağa doğru sürüşdürülüb bir dəfə. İndi A və D variantları arasındakı fərqə baxmış olsaq, görərik ki, buradakı fiqurlar və qara dairələrin yeri tam doğru deyil. İndi birbaşa qara dairələrə baxmış olsaydıq, qara dairənin hərəkətini birinci fiqurdan təyin edək. Baxın, qara dairə keçib sanki çarpaz şəkildə bu hissəyə. Bütövlükdə fiqurumuz necə hərəkət edib? Baxın, oxumuz baxırdı yuxarı, oxumuz baxır sol yuxarı. 45 dərəcə saat əqrəbinin əksi istiqamətində hərəkət edib. Bizdə də bu fiqurumuz, baxın, buradakı fiqur keçməlidir bu hissəyə və 45 dərəcə saat əqrəbi istiqamətində, saat əqrəbinin əksi istiqamətində hərəkət etməlidir. Baxın, oxumuz baxır aşağı. Aşağı baxan oxumuz saatin əksinə hərəkət edirsə, baxın, sağ aşağı baxmalıdır. Çünki 45 dərəcə hərəkətdən söhbət gedirdi. Baxırıq ki, oxlar həqiqətən sağ aşağı baxıb. İndi baxacağıq qara dairənin mövqeyinə. Qara dairədən bir ox keçirmiş olsaq, dedik ki, saat əqrəbi istiqamətində, saat əqrəbinin əksi istiqamətində 45 dərəcə fırladırıq. Sanki qara dairəmiz baxır hara? Sol yuxarı. İndi hara baxmalıdır? Sola baxmalıdır. Baxırıq ki, D variantına diqqətlə baxmış olsaq, D variantında hara baxıb? Yuxarı doğru baxıb. Amma biz demişdik ki, saat əqrəbinin əksi istiqamətində fırlanır. Ona görə A variantda kimi sola baxmalı idi. 95-ci suala baxırıq. 95-ci sualda yenə şəkil müsbətlərlə bağlı rahat bir sual verilib. Birinci şəkildən ikinci alınıb. Yenə biz birincidən ikinci bir şəkil almağa çalışmalıyıq. Diqqətlə baxmış olsaq, baxın, yuxarıdakı fiqurumuz aşağı doğru güzgü əks olunub, bu hissəyə düşüb. Daha sonra sağa doğru sürüşüb, baxın, bu mövqeyi tutub. Yenə biz də bu fiquru aşağı doğru güzgü əks etdikdən sonra sağa doğru sürüşdürməliyik. Gəlib tutmalıdır, baxın, bu hissəni doğru çəkək biraz. Baxın, kiçiklər güzgünün yaxınlığında olacaq, böyük isə nisbətən uzaqda olmuş olacaq. Bunu sağa doğru sürüşdürmüş olsaq, hansı variant gəlib alınmış olacaq? İndi diqqətlə ona baxaq. Baxın, C variantı yanlışdır, çünki uzun güzgüyə daha yaxındır. Yenə B variantı yanlışdır, çünki uzun güzgüyə daha yaxındır. B və C getdi. Yenə Y variantı, baxın, yanlışdır. Uzun fiqurumuz güzgüyə daha yaxındır. Y getdi. Qaldı A və D variantları. A və D variantlarına baxmış olsaq, buradakı qara dairələrimiz fərqlidir. Birbaşa qara dairələrin mövqeyinə baxmış olsaq və ya hərəkətinə baxmış olsaq, cavabımızı tapa biləcəyik. Deməli, qara dairə fiqurla birlikdə birbaşa burada çarpaz şəkildə bura hərəkət edib və qara dairəmiz burada baxır sağ aşağı, burada baxır aşağı. Deməli, saat əqrəbi istiqamətində hərəkət var. Biz də nə edəcəyik? Yenə burada verilmiş fiquru bütövlükdə sol tərəfə bura keçirdəcəyik və qara dairəmiz saat əqrəbi istiqamətində 45 dərəcə hərəkət etmiş olacaq. Hal-hazırda baxır sol yuxarı. 45 dərəcə hərəkət etmiş olsa, sol yuxarı baxan fiqurumuz saat əqrəbi istiqamətində 45 dərəcə hərəkət etsə, baxacaq tam yuxarı. Deməli, qara dairəmiz tam yuxarıda olmalıdır. Bu zaman həqiqətən görürük ki, D variantında tam yuxarıdadır. Cavabımız da olur D. A variantında isə solda qalmışdı. Saatın əksinə hərəkət etmişdi. Amma bizdə birinci testdə saat əqrəbi istiqamətində hərəkət edib deyə birinci nümunədə. Biz də həmin qaydada davam etməli idik. İndi 96-cı suala baxacağıq. 96-cı sual açıq tipli suallardandır. Bir ad çətinliklə oxşar suallar daha öncə izah etmişdik deyə ümid edirəm ki, yaza bilmisiniz. Yazılıb ki, döşəmədən pilləkənlə qalxan şəxs hər addımda ya 1 ya da 3 pillə qalxır. 6-cı pillənin sınıq olması onun üzərinə çıxılmanı imkansız edir. Bu halda 8-ci pilləyə çıxmanın neçə variantda mümkün olduğunu müəyyən edin. Baxın, düşünək ki, bura bizim döşəməmizdir. Bura birinci, ikinci. Baxın, neçəyə çıxmalıyıq? Biz 8-ci pilləyə çıxmalıyıq. 3, 4, 5, 6, 7 və 8-ci pillə. Qalxmalıyıq 8-ci pilləyə. İndi baxırıq. Deyir, ya 1 ya da 3 pillə qalxır hər addımda. Bu zaman birinci pilləyə çıxmanın ehtimalı neçə olacaq? Sadəcə 1. Çünki bir addım atacaq, çatacaq birinci pilləyə. Bu oldu bir ehtimal. İkinci pilləyə çıxmanın da yenə bir ehtimalı var. Bir addım çıxacaq. Olacaq yenə bir ehtimal. Üçüncü pilləyə çıxmanın artıq 3 ehtimalı var. 2 ehtimalı var daha doğrusu. Baxın, ya 1-1 çıxacaq, ya da birbaşa 3 pilləli addım atacaq. Olacaq 2 ehtimal. Növbəti baxırıq 4-cü pilləyə çıxmağa. Baxın, ya 1-1 çıxacaq. Bu şəkildə. Ya əvvəlcə 1 addım atacaq, sonra 3 addım atacaq. Ya da ki, əvvəlcə 3 addım atacaq, sonra 1 addım atmış olacaq. 1, 2, 3. Oldu 3 ehtimal.
Artıq əsas qayda qanunumuz ortaya çıxıb deyə növbətləri yazmağa ehtiyac yoxdur. Baxın, 1 və 3 pillə deyir deyə. 1-2 pillə demiş olsa fərqli yanaşardıq. 1-4 demiş olsa fərqli yanaşardıq. İndi 1 və 3 pillə deyib deyə 5-ci pilləyə çıxmağın ehtimalı ondan bir öncəki, yəni 4-cü pillənin ehtimalı 3 plus ondan 3 öncəki 1, 2, 3. Yəni 2-nin ehtimalı, 2-nin ehtimalı da 1-dir. 3 1 3 1 bizə verir 4-ü. Biz 5-ci pilləyə çıxmağın ehtimalını ayrı-ayrılıqda yazsaq, həqiqətən 4 almış olacaqdıq. Deməli, 5-ci pilləyə çıxmağın ehtimalı oldu 4. Əgər hələlik baxın, düşünək ki, 6-cı pillə sınıq deyil. Bu halda 6-cı pilləyə çıxmağın ehtimalı neçə olardı? Baxın, 6-dan bir öncəki 5-dir, yəni 5-ci pillədir. Onun ehtimalı 4-dür. Olardı 4 plus 6-dan 3 öncəki 1, 2, 3, 3-dür. Onun ehtimalı 2-dir. 4 plus 2 bizə verərdi 6-nı. Deməli, 6-cı pilləyə çıxmanın 6 ehtimalı olardı. Amma biz deyirik ki, 6-cı pilləyə çıxa bilməz. Çünki pillə sınıqdır. Deməli, ora çıxma ehtimalı 0-dır. Daha sonra baxırıq 7-ci pilləyə. İndi 7-ci pilləyə çıxma ehtimalı yenə özündən bir öncəki, yəni 6-nın ehtimalı 0 plus özündən 3 öncəki, 1 öncəki 6-dır. 2 öncəki 5-dir, 3 öncəki 4-dür. 4-ün ehtimalı da 3-dür. 0 plus 3 bizə verir 3-ü. Deməli, oldu 3 ehtimal. Daha sonra baxırıq 8-ci pilləyə. Baxın, 8-ci pilləyə çıxma ehtimalı özündən bir öncəki 7-ci pillənin ehtimalı oldu 3. 3 plus özündən 3 öncəkinə baxırıq. 1 öncəki 7-dir, 2 öncəki 6, 3 öncəki isə 5-dir. 5-in ehtimalı bizə verib neçəni? 4-dür. 3 plus 4-də bizə verəcək 7-ni. Deməli, 8-ci pilləyə çıxma 7 variantda və ya 7 ehtimalda mümkündür. 96-cı sualında cavab olacaq 7. Burada bir şey diqqət yetirməliyik. Nəyə görə bir öncəki pillənin ehtimalı və 3 öncəki pillənin ehtimalına baxdıq? Ona görə ki, baxın, burada şərtdə bizə bir öncəki və 3 öncəki yazılıb. Daha doğrusu 1 ya da 3 pillə yazılıb. 1 ya da 3 pillə yazılıb deyə bir öncəki və 3 öncəkinə baxırdıq. Tutaq ki, 3 və 2 və ya 4 yazsın, tutaq ki. Bir addımda 2 pillə geçsin, bir addımda 4 pillə geçsin. Əgər belə olmuş olsaydı, özündən 2 öncəki və özündən 4 öncəkinin ehtimalına baxardıq. Bəs nə vaxtdan artıq rahat şəkildə yazmağa başlayacağıq? Burada verilmiş vəziyyəti qura bilənə qədər. Baxın, artıq 3 öncəkini təyin edə biliriksə, biz növbəti şəkildə baxdıq ki, 4-də elə 3 öncəkini təyin edə bilirik. 4-ü yazarkən 4-dən öncə 3 dənəsi var. Biz 3 öncəkini təyin edə bilirik deyə rahat şəkildə 4-ün ehtimalını da bu şəkildə hesablaya bilərdik. 4-ün ehtimalı. Baxın, 4-dən bir öncəki 2-dir. 3-cü pillənin ehtimalı 2-dir. Yazardıq 2 plus 4-dən 3 öncəki, 1 öncəki 3-dür. 2 öncəki 2-dir. 3 öncəki isə 1-dir. Deməli, 1-in ehtimalı isə olacaq 1. 2 plus 1 bizə verəcək 3-ü. Həqiqətən biz 4-cü pillənin ehtimalını onsuz da 3 olaraq tapmışdıq. Deməli, bu vəziyyəti yazana qədər, yarada bilənə qədər mütləq özümüz sadə şəkildə qurmalıyıq. Davamı isə bu şəkildə rahat gedə bilərik. 96-cı sualında cavabı 7 oldu. İndi keçirik növbəti sualımıza. 97-ci suala baxırıq. Cədvəl qrafik diaqram mövzusu ilə bağlıdır. Yazılıb ki, Marsland şərti ölkəsinin büdcə ayırmaları aşağıdakı dairəvi diaqramda əks olunub. Kosmos sənayesinə ayrılan məbləğ diaqramda A payı ilə göstərilmişdir. İllik büdcə ayırmaları bütövlükdə 20 milyon Mars coin olan ölkənin A payı üzrə ayırmaları nə qədər olar? Neçə milyon Mars coin? Baxın, milyon Mars coin ilə ifadə etməliyik. Artıq tutaq ki, neçə milyon salmışıqsa sıfırları yazmamıza ehtiyac yoxdur. Ona görə şərtdə xüsusən buna diqqət yetirməli olacağıq. Baxırıq ki, dairəvi diaqramımız müəyyən bucaqlara, dərəcələrə bölünüb. Bütöv dairəvi diaqramımız 360 dərəcədir. Ümumilikdə də bütöv büdcə ayırmalarımız 20 milyon Mars coin'dir. Yəni 20'dir. 360 dərəcə uyğun gələcək 20'yə. Bizdən A payı üzrə ayırmaların həcmini soruşur. Baxırıq ki, A payı neçə dərəcədir? 144 dərəcədir. 144 dərəcəmiz isə olacaq X. Buradan sadəcə X'i tapmış olacaq. X'i tapan kimi cavabımız çıxmış olacaq. Deməli, X bərabərdir 144 vurulsun 20 bölünsün 360 dərəcə. İxtisarlarımıza aparaq indi. Baxın, sıfırlar 7, 144'ün içində 36, 4 dəfə olacaq. 4 dəfə 2 də bizə verəcək 8'i. Deməli, X'in qiyməti olacaq 8. Cavabımız 8 milyon Mars coin'dir. Amma milyon Mars coin onsuz da burada verilib deyə cavabımız elə olacaq 8. 97-ci sualda cavabı oldu bu şəkildə. İndi baxırıq 98-ci suala. Yazıb ki, açılışlardan 4'ü eyni fəzə fiquruna aiddir. Fərqli olanı tapın.
Fərqli variantı seçin, fərqli şəkli seçin suallarında demişdik ki, fəza fiquru olsa da, müstəvi fiquru olsa da heç bir halda fiquru fırlatmağa çalışmırıq. Sadəcə fərqli bir hissə tapıb hər zaman eyni hissədən baxdıqda cavabımızı rahat şəkildə tapa biləcəyik. İndi məsələn, burada birinci şəkildə ürəyin alt hissəsindən baxın, ox keçirib bu istiqamətdən baxmış olsaq, baxırıq ki, ürəyin üstündə smalik var və smalikin təpə nöqtəsi ürəyin baxın bu hissəsinə doğru baxır. Eynən biz indi ikinci şəkildə baxmış olsaq, baxın yenə eyni nöqtədən baxırıq. Ürəyin baxın bu nöqtəsindən baxırıq. Ürəyin üstündə bizdə smalik var yenə, amma bu səfər baxırıq ki, smalikin ağız hissəsi, alt hissəsi baxır ürəyin təpə nöqtəsinə doğru. Deməli 1 və 2 bir-birindən artıq fərqləndi. Cavabımız ya 1 olacaq ya 2. Hər hansı şəkillərin digər birinə baxmış olsaq, məsələn 5-ci şəkilə baxın. Yenə eyni nöqtədən baxın. Bu nöqtədən baxdıqda ürəyin üstündə smalikin təpə nöqtəsi var. Bizdə yenə birinci şəkildə də ürəyin üstündə smalikin təpə nöqtəsi var idi deyə deyəcək ki, 5-ci və 1-ci şəkillərimiz eyni şəkillərdir. İkinci şəkilimiz fərqli şəkildə artıq. Cavabımız olacaq elə 2. Bəs 3-cü və 4-cü şəkillərə baxmış olsaq, biz yenə baxın bu fiqurları aşırdıb gətirmiş olsaq bura. Cavabımız oldu 2, buradan qeyd edim. Biz baxın bu ürəyi aşırdıb gətirmiş olsaq bura. Ürəyin təpə nöqtəsi yenə baxın buradan baxacaq hara doğru? Smalikin təpə nöqtəsinə doğru. Eyni qaydada biz smalik aşağıda bura aşırdacağıq. Ürəyi də baxın bu hissəni üçbucağı aşırtmış olsaq bura. Yenə görürük ki, ürəyin təpə nöqtəsi baxın baş hissəsi gəlib baxır bu hissəyə. Smalikin də baş nöqtəsi gəlib baxır bu hissəyə. Yəni onlar bir-birinə baxmış olacaq. Ona görə 4 və 3-cü şəkillərimizdə 1 və 5 də eyni olduğu üçün həqiqətən ikinci şəkilimiz fərqli olmuş olur. Artıq heç bir fiquru fırlatmağa ehtiyac yoxdur. Buradakı kəsikləri də aşırtmağa ehtiyac yox idi. Çünki elə birbaşa görürdük ki, birinci şəkildə ürəyin təpə nöqtəsi baxır bura. İkinci şəkildə ürəyin baxın bu hissəsi smalikin alt hissəsinə baxır. Çənəsinə doğru baxır sanki. Amma digər şəkillərin hər birində başına baxdığı üçün ikinci şəkilimiz fərqli olmuş olacaq. 99-cu sualımız mətnin məntiq təhlili ilə bağlı bir sual tipidir. Yazılıb ki, universiteti bitirən 4 yoldaşın ortalama balları haqqında aşağıdakılar məlumdur. Rahim və Azərin balı Səiddən azdır. Yenə baxın, kəmiyyət və keyfiyyət fərqi qeyd olunub. Rahim və Azərin balı Səiddən azdırsa, Səid yuxarıdadır. Rahim və Azər aşağıdadır, amma necə olduqlarını aralarındakı asılılığı bilmirik hələ ki. Daha sonra yazılıb ki, Nihatın balı Rahimdən də azdır. Nihatın balı Rahimdən də azdır. Nihatı Rahimin altda yazırıq. Amma 4 nəfər arasında ən az bal onun deyil. Bu şəkildə olmuş olsa 4 nəfər arasındakı bal ən az onda olmuş olar. Amma biz Azəri məcburən yazacağıq bura ki, 4 nəfər arasındakı ən az bal Nihatda olmasın. Baxın, Rahim və Azər hər ikisi Səiddən azdır. Eyni zamanda Nihat da Rahimdən azdır. Rahat şəkildə qura bildik. İndi keçirik suallara. Aşağıdakılardan hansı doğrudur yazılıb? Rahim bal sırasına görə 3-cüdür. Xeyr, Rahim bal sırasına görə baxırıq ki, 2-cidir. 1 getdi. 4 nəfər arasında ikinci ən çox bal Səiddədir. Xeyr, Səid birinci yerdədir. 2 getdi. Ən az ballı şəxs Azərdir. Bəli, bu doğrudur. 3-ü götürürük. Növbəti ən çox ballı şəxs Səiddir. Bəli, bu da doğrudur. Səid birinci yerdədir. Azər bal sırasına görə ikincidir. Xeyr, Azər bal sırasına görə 4-cüdür. Yəni sonuncudur. Bu da yanlışdır. Bal sırasına görə 3-cü yerdə Nihatdır. Bəli, həqiqətən baxırıq ki, bal sırasına görə 3-cü yerdə Nihatdır. Bu da doğru olmuş olacaq. Deməli, doğru cavablarımız oldu 3, 4 və 6. İndi keçirik 100-cü suala. Beyt, band və time sözləri verilmişdir. Hər bir hərf uyğun olaraq 1-dən 7-yə qədər rəqəmlənib şifrələnmişdir. 4 ədədi Y və M hərfləri, 6 ədədi isə Y hərfini şifrələnməyibsə, bu şərtlərə əsasən uyğunluğu müəyyən edin. Hər bir söz bir çevrəyə uyğundur. Oxşar sualları daha öncə işləmişdik. Hər bir hərf isə bir rəqəmə uyğun gəlmiş olacaq. Baxın, bütün çevrələrin içərisində olan rəqəmimiz bizim hansıdır? 1-dir. Bütün sözlərdə olan, yazırıq sözlərimizi beyt, daha sonra band və time. Bütün sözlərdə olan ortaq hərfimiz bizim hansı oldu? T hərfi oldu. Deməli, 1-ə uyğun gəlir T. Daha sonra baxırıq nəyə? Baxın, 2, 4 və 6 hərəsi bir çevrənin içərisindədir. Beyt sözündəki E hərfi, band sözündəki N hərfi, time sözündəki isə M hərfi. Ancaq bir sözdə var. Deməli, bunlar Y, N və M hərfləri 2, 4, 6-ya uyğun gəlmiş olacaq. Şərtdə yazılıb ki, 4 ədədi Y və M deyilsə, 4 ədədi Y və M ilə şifrələnməyibsə, 4-ə uyğun olur N. Buraya yazırıq N hərfini. Baxın, 2 yazıb ki, 4 nömrə hansına uyğun gələcək? N hərfinə. N hərfi harada verilib? A variantında. Deməli, 2-yə uyğun gəldi A. Daha sonra baxırıq nəyə? 4 ədədi Y və M deyildi, N idi. Daha sonra baxırıq 6 ədədi Y hərfi ilə şifrələnməyib.
6 ədədi y ilə şifrələnməyib. Artıq n ilə şifrələnə bilməz. Çünki n ilə şifrələnən 4-dür. 6-ya qalır m. 6-nı yazdıq bura. Növbəti, baxın, nə qalıb bizdə? 2, 4 və 6 demişdik. 4 və 6-nı tapmışıq, 2 qalıb. 2-ni də yazırıq avtomatik bura. 2-yə də uyğun gəlir y. 2 nömrədə y hərfinə uyğun gəldiyi üçün olacaq y variantı. Bura yazdıq y-ni. Növbəti baxırıq y variantını daha doğrusu. İndi baxırıq bura 3-cüyə. 7 nömrəni tapmağa çalışmalıyıq. Baxın, diqqətlə baxmış olsaq, t və m hərfləri hansı sözdə var? Time sözündə var. Bura yazırıq time'ı. N hərfi bant sözündə var. Bura yazırıq bantı. E hərfi isə beyt sözündə var. Burada yazırıq beyti. Beyt və time sözündə ortaq olan hərflərimiz T hərflərdir biri. Baxın, onsuz da qeyd etmişik. Digər ortaq hərflərimiz də hansı hərflərdir? Y hərflərdir. Baxın, digər ortaq hərflərimiz də Y hərflərdir. Hər iki çevrənin içərisində ortaq olan digər rəqəmimiz isə 7-dir. Deməli, 1-ə T uyğun gəlirdisə, 7-yə də Y hərfi, yəni Y uyğun gəlmiş olur. 7-yə də Y uyğun gəlir. O da bizə verilib C variantında. Deməli, 3-ə də uyğun gəlir C. 1 oldu Y, 2 oldu A, 3 oldu C. 100-cü sualın da cavabı bu şəkildə oldu. Çox çətin sınaq deyildi, amma əksər suallar DİM-in test topusunda olan suallarla eyni idi. Həmçinin daha öncə qəbula düşmüş suallarımız da var idi. Ona görə bu sınaq xüsusən sizin üçün vacib idi. Ümid edirəm izaha da diqqətlə qulaq asacaqsınız və bu suallarda artıq hər hansı bir problemimiz olmayacaq. Növbəti izah videolarında görüşənə qədər hələlik.